Salam əziz izləyicilər və Fikirli kanalı takipçiləri. Bugün sizlərin qarşısında Tabao saytından necə qeydiyyatdan keçmək olar, onun haqqında məlumat verəcəm dostlar. İlk öncə Tabao saytı nədir və bunun haqqında biraz sizlərə məlumat verim dostlar. Tabao saytı Temu kimi Çin mənşəli internetdən alış-veriş saytı dostlar. Bunun da bəzi YouTube'da videoları var. Mən də istədim ki, qeydiyyat videosunu sizlər üçün çəkeyim. Əgər sifariş vermək istəyənlər olsa, ətraflı bu videodan məlumat ala bilər. Həmçinin necə Azərbaycana gətirdikdə bəyan etmək olar, onun haqqında ətraflı video çəkəcəyik dostlar. Bu videomuzda Tabao saytından necə qeydiyyatdan keçmək olar, onun haqqında sizlərə məlumat verəcəyik dostlar. Dostlar, videomuzu keçmədən qabaq sizlərə qısa bir məlumat vermək istəyirəm. Bəzən kommentlərdə görürəm, yazırlar dostlar, siz bu saytlarla əməkdaşlıq qurursunuz və yaxud da hər hansı məhsulu satırsınız dostlar. Belə bir şey yoxdur. Sadəcə biz bu saytlardan alış-veriş, yəni etsək də, etməsək də, buradan etdiyiniz alış-verişlərə görə cavabdehliyi siz daşıyırsınız dostlar. Təbii ki, burada Fikirli kanalı heç bir cavabdehliyi daşımır dostlar. Yəni saytdan qeydiyyatdan keçməyə göstərir və yaxud da oradan sifariş verə də bilərsiniz, verməyə də bilərsiniz dostlar. Bəzi məhsullar var keyfiyyətsizdir, bəzi məhsullar var həqiqətən yaxşı çıxır. Biz də gətizdirdiyimiz məhsullardan bəzən narazı qala bilirik, bəzən razı qalırıq. Yəni yaxşı tərəflərini, pis tərəflərini sizlər üçün göstəririk dostlar. Çox uzatmadan keçək birinci kommenterimizə və Tabao saytından necə qeydiyyatdan keçmək olar və birbaşa Azərbaycana bağlama gətirmək olar. Onun haqqında məlumat verək dostlar. Dostlar, daxil olduq yəni telefonumuza. Yəni mən burada sizlərə telefonda göstərmək istəyirəm. Əslində kompüterdən də qeydiyyatdan keçmək olur. Sadəcə kompüterdə bəzi məqamlar var dostlar, biraz əksik qalır sayt. Onun üçün onu göstərmədim. Əslində kompüter üçün çəkmişdim, amma telefonu daha rahatdır və detallı bir şəkildədir dostlar. Əgər iPhone istifadə edirsinizsə App Store-a daxil olursunuz. Bu şəkildə axtarış yerinə Tabao yazırıq dostlar. Tabao yazdıqda baxın gördüyünüz kimi ikinci sırada çıxır. Mənə Temu yüklü olduğu üçün sponsoru reklamda çıxır, amma sizdə ilk sırada çıxacaq və bu proqramı telefonunuza sürətli bir şəkildə yükləyirik dostlar. Telefonumuza yüklədikdən sonra bu şəkildə yüklü olduqdan sonra aç düyməsinə bir kərə klik edirik və Tabao proqramımız açılmış olur. Və bu ekrana gələn bildirmə yes deyirik, yəni təsdiqləyirik. Təsdiqlədikdən sonra bu şəkildə Tabao proqramımız açılmış olur dostlar. Qeyd edim ki, yəni telefonda da bu şəkildə Çin dilindədir. Bu şəkildə ekran gəldikdə dostlar, hələ proqram təzə olduğu üçün, yəni alış-veriş saytı təzə olduğu üçün fərqli dillər dəstəkləmir, yəni Çin dilində gəlir. Bunu belə deyək dostlar, axtarış yerində hansısa bir məhsul axtarmaq istəsəniz tərcümə eləməlisiniz. İndi onu da birazdan göstərəcəm sizlərə. İlk öncə qeydiyyatı göstərək. Yəni buradan telefona necə rahat şəkildə qeydiyyatdan keçərək və birbaşa Azərbaycana sifariş verərək onu sizlər üçün mən göstərim. Daha sonra necə tərcümə eləmək lazımdır və məhsulu axtarıb səbətə əlavə etmək olar və qiymətinə baxmaq olar təbii ki. Hamısını bir-bir sizlərə göstərəcəm dostlar. Bu şəkildə sol tərəfdə profil bölməsi var dostlar. Buna bir kərə klik edin. Yəni təbii ki Çin dilindədir bu da proqramda kimi. Bu ekranda sol tərəfdə olan profil bölməsinə bir kərə klik edirsiniz. Və yaxud da ana səhifədə baxın belə bir ekran gəlir. Burada sarı düyməni də klik eləyəndə bu ekrana gələ bilirsiniz dostlar. Bu ekranda nə edirsiniz dostlar? Əgər bir profiliniz varsa, kompüterdən yaratmışsınızsa, buradakı seçənəyi seçirsiniz. Yəni buradan giriş eləyə bilərsiniz. Və yaxud da bir profiliniz yoxdursa, buradan qeydiyyatdan keçməlisiniz dostlar. İlk öncə nə edirsiniz dostlar? Əgər telefon nömrəsindən qeydiyyatdan keçmək istəsəniz, normal şəkildə buradan telefon nömrənizi yazıb qeydiyyatdan keçə bilərsiniz. Və yaxud da buradan həm Facebook seçənəyi var, həm də Google seçənəyi var. Mən buradan telefon nömrəsi ilə göstərəcəm dostlar ilk öncə sizə. Buradan tez bir şəkildə öz telefon nömrəmi yazıram. Telefon nömrəmi yazdıqdan sonra belə bir ekrana bildirim gəlir və bunu təsdiq eləyirəm. Təsdiq etdikdən sonra belə bir kəpçə gəlir ekrana. Dostlar, burada nə edirsiniz? Bu Çin dilindədir. Təbii ki, burada kəpçəni keçmək biraz sizə çətin gələ bilər. Sadəcə denəmə yanılma edir. Mən də o şəkildə eləyirəm. Misal üçün, burada yoxlaya bilərsiniz. Mən indi burada dəniz ulduzunu seçirəm. Aha, gördünüz, məndə uca alındı. Siz də onu denəmə yanılmadan eləyə bilərsiniz. Bu şəkildə dostlar, indi ekranda mənə telefonuma SMS göndərir.
Dostlar, telefonuma gələn SMS-i daxil edirəm həmin xanaya. 8227 belə bir SMS gəlib. 8227. Bunu əlavə etdikdən sonra bu ekran və artıq hesaba giriş eləmiş oluruq dostlar. Yəni sadəcə SMS gəlir, onu qəbul edirsiniz. Vəsə hazır olur. Baxın, profil bölməsinə keçid edirəm. Həmin mənim profilim gəlir. Əgər kompüterdən əvvəldən qeydiyyatdan keçmisinizsə, yəni bu şəkildə profiliniz gəlməyə bilər. Adresini mən sizə adres əlavə eləməyi də göstərəcəm. Dostlar, ana səhifə əlavə edirəm. Bir dənə hansısa bir məhsulu səbətimə əlavə edirəm. Misal üçün bunu əlavə edirəm. Eynən burada açıqlamalarına da baxa bilərsiniz. Bu şəkildə. Dostlar, qeyd edeyim ki, bunun tərcümə etmək üçün ya buradan kopyalayıb adını Google Translate-də çevirə bilərsiniz. Əlavə eləmişsiniz bunu. İndi səbətimizə əlavə eləyək. Baxın, bu məhsulun adını kopyalayıb tərcümə eləmək. Amma ən yaxşı variant dostlar, yəni təəssüflər olsun ki, dil seçənəyi gəlməyib. Başqa bir telefondan Translate-ın özəlliyindən bunu skrinləyib tərcümə eləmək. Yəni skrindən tərcümə eləmək. Bu şəkildə gördüyünüz kimi ana səhifəsinə gəlirəm. Buradan hansısa bir məhsulu seçmək istəyəndə burada açıqlamaları var. Tərcümə eləmək istəyəndə dostlar, yəni ancaq adını kopyalamalısınız. Bu çox çətindir həqiqətən. Deməli dostlar, yəni mən sizə sifariş verməyə göstərəm, tərcümə eləməyə ətraflı şəkildə göstərəcəm. Profil bölməsinə keçdim, səbətin bölməsinə keçdim. Baxın, misal üçün mən bunu almaq istəyirəm. Seçirəm həmişəki kimi, buradan bunu sıxıram düyməni və təbii ki, burada sizlərdən adres istəyəcək. Mən indi burada bir dəfə qeydiyyatdan keçmişəm deyib adres əlavə olunub bölməsi gəlib. Amma siz istəsəz buradan yenidən adres əlavə eləyə bilərsiniz. Yəni eyni şəkildə telefon nömrənizi və burada öz küçənizi və fin kodu yazırsınız və fin kod bölməsinə dostlar şəxsi vəsiqənin üzərində olan fin kodu daxil edirsiniz. İlk öncə dostlar, buradan misal üçün öz şəhərinizi seçirsiniz. İndi mən test olaraq buradan seçmişəm. Bir dənə Qəbələni seçmişəm. Siz daha sonra burada həmən küçəniz, yəni hansı küçədə yaşayırsınız, o küçəni yazırsınız və şəxsi vəsiqənin soyadı və adı və şəxsi vəsiqənin soyadı və adı nədirsə onu yazırsınız və telefon nömrənizi bölməsinə də telefon nömrənizi yazırsınız. Telefon nömrəni yazdıqdan sonra posta kodu gəlir. Post kodu bölməsinə sizin yaxınınızdakı post nədirsə, yəni post kodu nədirsə, onu daxil edirsiniz dostlar. Yəni burada bizdə misal üçün az 36 10 oldu. Sizdə indi fərqlidirsə, amma post kodunu yazarkən A hərfini böyüklə yazın. Fin kod bölməsinə də şəxsi vəsiqənizin fin kodunu daxil edirsiniz. Yəni burada şəxsi vəsiqələrin üzərində fin kod olur. Orada araşdırarsan biraz görəcəksiniz dostlar. O fin kodu bura yazırsınız. Mən misal üçün bir dənə fin kodumu yazıram. Fin kodumu yazdıktan sonra təsdiqləyirəm. Dostlar, qeyd edeyim ki, post adresini yazanda AZ bölməsini ikisində böyüklə yazın. Mən də bir hərfini balacanla yazmışdım, ona görə qəbul eləmədi. Yazdıqdan sonra hazır adresiniz sizin hazırdır, yəni adres bölməsiniz hazırdır. Adres də hazır olduqda burada gördüyünüz kimi bizdə 2 ədəd seçənək verir. Mayelər və elektronika. Burada çatdırılma var dostlar. Yəni çatdırılmaya görə əgər siz maye və fərqli bir kosmetika məhsulları gətirirsinizsə, kiloqram başına 2.55 dollar ödəyirsiniz. Yəni kargo pulu ödəyirsiniz. Yox, əgər elektronika gətirirsinizsə, burada gördüyünüz kimi evə göndərmə var və gəlal nöqtəsi. Və evə göndərməni tövsiyə eləmirəm dostlar. Çünki evə göndərmə ola bilər ki, siz hansısa bir halda evdə olmaya bilərsiniz və evə göndərmə siz o evdə olmayanda bu məhsul geri qayıda bilər. Və qeyd edeyim ki, bu evə göndərmədə məhsulun çəkiyə görə ödənişi daha çoxdur. Amma siz buradan gəlal nöqtəsini seçdiniz. Gəlal nöqtəsi də sizin belə deyək dostlar, post adresi, çox vaxt post adresinizə gəlir. Yəni ASE kargo tərəfindən gətirilir. Baxın, bu şəkildə bunu seçdiniz və logistik xidmətini daha fazla seçənəyinə klik etdikdə burada daha seçənək var. Burada Azərbaycan dilindədir hər şey.
Hal-hazırda bir dənə logistik var. O da səhvləmirəmsə AS Kargodur. Düzdür, burada adı yazılmayıb. Aha, burada gördüyünüz kimi AS Kargodur. Dostlar, yəni kiloqrama görə, çəkiyə görə belə deyək dostlar, kargo pulu gəlir. Yəni bu. Bunları da əlavə etdikdən sonra misal üçün bizə objektdə bu məhsul gəliri çıxır 17.46 dollara. Burada ödəniş bölməsi var dostlar. Ödəniş bölməsini seçdikdə baxın, qəbul məntəqəsi redaktə edirsiniz. Burada fikir verin, gəlal məntəqəsi seçmək istəyir. Baxın, məndə ödəniş eləmək istəyəndə xəta verdi. Gördüyünüz kimi toplama nöqtənizi seçin. Bu toplama nöqtənizi seçin nədir? Yəni siz məhsulu hardan götürmək istəyirsə, onu seçməlisiniz. Burada redaktör bölməsi var. Redaktör bölməsinə bir kere klik edirsiniz. Klik etdikdən sonra məndə misal üçün bir dənə post adresi göstərir, Azərpost. Ola bilər ki, sizdə fərqli post var yaxınlığınızda. Burada başqa seçənəklər çıxsa, məndə indi belə bu çıxdığına görə bunu təsdiq edirəm. Yəni post adresim nədirsə onu əlavə etdim. Yəni öz yaxınımdakı postu əlavə edirəm. Əlavə etdikdən sonra təbii ki, burada başqa bir heç əlavə etməyə ehtiyac yoxdur. Sadəcə burada ödənişimizi edirik. Burada da məhsulun dəyərini göstərir. 125 yuan 17.46 dollar. Siz burada nə ilə ödəniş eləyəsinizsə onu seçirsiniz. Misal üçün mən kartla ödəniş eləyəcəm. Siz fərqli bir şeylə də ödəniş eləyə bilərsiniz. Dostlar, burada da kart əlavə eləyə bilirsiniz özünüzə. Necə ki, Temuda kart əlavə eləyirsiniz, onun kimi normal qaydada kartın adını və burada gördüyünüz kimi CVV kodu, yəni 3 rəqəmli kodunu yazırsınız və kartın nömrəsini yazırsınız 2 xanaya. Bu şəkildə əlavə eləyə bilərsiniz. Bu da ki, kartın belə deyək dostlar, bitmə tarixidir. Kartın bitmə tarixi, kartın üzərindəki adı bu xanaya yazılır və kartın üzərindəki rəqəmdəki bu xanaya yazılır dostlar. 3 rəqəmli kodu da bu xanaya yazılır. Yazdıqdan sonra bunu burada işarələyirsiniz və yaddaşa salırsınız. İçərisindəki məbləğ olduqda siz burada təsdiq etdikdə sizin balansınızda həmin məbləğ çıxar. Dostlar, bu saytdan necə axtarış edib məhsul almaq olar, tərcümə eləmək olar, bunu göstərmək istəyirəm qısaca sizə. Telefonunuzda google.com-a daxil olursunuz və buradan translate yazırsınız dostlar. Normal translate yazırsınız. Və burada gördüyünüz kimi translate seçənəyi gəlir və burada təbii ki, ingilis dili bölməsindən Çin dili yazırsınız. Çin yazırsınız. İndi burada sadələşmiş və ənənəvi var. Bunu bilmirəm əsası fərqi nədir. Siz ənənəvi seçə bilərsiniz. Bunu tərcüməni çevirirsiniz. Azərbaycan dilində yazırsınız. Misal üçün TV Box Android. Bu şəkildə yazdıqda burada Çin dilində qarşılığı çıxır dostlar. Bunu kopyalayırsınız. Və kopyaladıkdan sonra təkrardan telefonumuzdan Taobao proqramına daxil oluruq. Və Taobao proqramına keçdikdə ana səhifəsində axtarış yerinə buna yapışdır deyirik. Axtar deyirik dostlar. Axtar dedikdə bu şəkildə TV Box axtarmışdıq və burada qiymətləri və TV Box-da sıralanır. Yəni həmçinin yenə də Google-a daxil olub, tərcümə eləyib, gəlib yapışdırıb buradan axtarış eləyə bilərsiniz dostlar. Yəni bunun variantı budur. Ümid edirəm ki, Azərbaycan dili və yaxud da ingilis dili gəlsə daha rahat olar. Və buradan da istərsiniz qiymət müqayisəsi eləyə bilərsiniz. Burada yuanlandır. Əgər bunların qiymət müqayisəsini necə eləmək istəyirsinizsə, misal üçün, atıram bunun qiyməti 149 yuan dostlar. Bunu çevirmək üçün yenidən təkrar google.com-a gəldikdə burada axtarış yerinə yenidən silirik. Sildikdən sonra burada Çin yuanı manat yazdıqda avtomatik belə bir bizə məzənnə ekranı gəlir. Burada sizin tutaq ki, məhsulun qiyməti 149 yuan və burada Azərbaycan manatı kimi dəyərini əldə edə bilərsiniz. Misal üçün 149 yuan 35 manatdır. Bayaq gördüyümüz TV Box-un qiyməti 35 manatdır. Təbii ki, bunun üzərinə kargo pulu da gəlir dostlar. İndi burada bu videoda müqayisə eləmirik ki, qiymət müqayisə Temudan ucuzdur yoxsa buradadır. Gələcək videolarda bunlara baxacağıq, müqayisə eləyəcəyik, amma təəssüf ki, burada kargo ödənişi var, yəni çəkiyə görə kargo ödənişi var. Aşağı yuxarı özünüzə hesablaya bilərsiniz ki, Temuda yoxdur. Misal üçün bunda var. 2 kiloqram bir məhsullar misal üçün dostlar
4 dollar, 5 dollar ödəniş alacaq çatdırılma. Yəni bunları da nəzərə alın. Baxın bu şəkildə dostlar. Ümid edirəm ki, aydın şəkildə açıqlaya bildim necə qeydiyyatdan keçmək olar. Qaranlıq sual qalmaz ağlınızda. Əgər ağlınızda başqa bir sualınız varsa, kommentlər bölməsində xahiş edirəm yazın. Sizlərə köməklik eləyək dostlar. Təqdim etdi Fikirli kanalı.